Salam, hər vaxtınız xeyir olsun əziz 11-ci sinif şagirdləri. Eylər Akademinin sizlər üçün təşkil etdiyi buraxılış sınav imtahanının izahlarını təqdim edəcəm bu videoda. İzaha keçməmişdən əvvəl hazırlıq qruplarımız barəsində məlumat vermək istəyirəm. Hazırlıq qruplarımız bu ildən iki fərqli istiqamətdə gedir. Bir istiqamətimiz keçən ilin məzunları üçündür. Digəri isə 10-cu və 11-ci siniflər üçündür. Və əgər siz keçən ilin məzunusunuzsa və ya bu il 10-cu və 11-ci sinifdə oxuyursunuzsa, bizlərlə əlaqə saxlayıb həmin o iki fərqli qrupumuza qoşulub buraxılışa hazırlaşa bilərsiniz. Qoşulmaq üçün də əlaqə nömrəmiz PDF-də öz əksini tapıbdır. 050 880 71 89 nömrəsindən əlaqə saxlayın. Sinifinizi yaxud da ki, keçən ilin məzunusunuzsa onu qeyd edin və hazırlıqlarınıza başlaya bilərsiniz. PDF-i necə əldə edəcəyinizi düşünürsünüzsə, PDF də bizim Telegram kanalımızdadır. Telegram kanalımız da eynən Instagram, TikTok, YouTube-da olduğu kimi Ayda Nazimlə öyrən yazaraq Telegram kanalımızdan bu PDF-i və bu izahı orada görə bilərsiniz. İndi 31-ci sualdan başlayaq. Hansı cərgədəki hər iki sözdə eyni hərf buraxılmışdır? Mövzu fonetika, orfoqrafiya bölməsi. Füzuli sözü Ü hərfi ilə, Firuzə isə İ hərfi ilə yazılır. Eyni hərf deyil. Demək ki, A deyil. Asfalt F, avtobus isə V hərfi ilə yazılır. Loqaritm deyilsə də O ilə yazılır, diaqonal isə A ilə yazılır. Qəhrəman Ə ilə, qatıran isə A hərfi ilə yazılır. Töhfə və kəşfiyyatda isə eyni hərfdən istifadə olunubdur. Düzgün yazılışı bizdən istəyilir və düzgün yazılış D variantıdır. İkinci suala keçid edirik. İkinci sualda qeyd olunub ki, bizdən uyğunluğu müəyyən edək. Bu da fonetika bölməsinə aid bir sualdır. Deyilişi ilə yazılışı arasında bir fərqli, iki fərqli və heç bir fərqin olmamasını istəyir. A variantı ilə davam edək. Abadlıq sözü BCDG qaydasına əsasən D-T-yə çevrilməlidir. Çünki özündən sonra samit gəlibdir. Şəkilçimiz isə D formasına tələffüz olunur və ümumilikdə 3 fərqli məqam var. Demək ki, A variantı olan bütün versiyaları biz silməliyik. Xəttkeş sözündə isə heç bir fərq yoxdur. Yəni 3-ə də biz D yazmalıyıq. Düzgün cavabımız deməli A variantıdır. Bir fərqli olan versiya seyrəkdir ki, sonu xeştirik səsi ilə. İki fərqli məqam isə L-nın nan kimi tələffüz olunması. Görünməyən sözündə isə N-nın M hərfinə, Ə-nin isə Ü hərfinə keçməsi. Görünməyən formasında olacaq və bu da iki fərqli məqam deməkdir. Cavab A variantıdır. Üçüncü suala baxaq. Hansı nümunədə bir-biri ilə antonim söz işlənməmişdir? Antonim əks mənalıdır və mütləq şəkildə eyni nitq hissəsi olmalıdır. Böyüklər də gördüm, çox xırdaydılar. Böyük və xırda bir-birinə antonimdir. 100 zilmət gecənin fırtınasından bir nurlu səhərin yeli gözəldir. Gecə və səhər sözləri bir-birlərinə antonimdir. Zülmət və nurlu sözlər də həmçinin bir-birlərinə antonimdir. Biri isimdir, digəri isə sifət kimi antonimdir. Nəşənin qədrini bilməzdi insan, qüssə olmasaydı, qəm olmasaydı. Nəşə sevinç mənasındadır, qüssə və qəm isə onun tam əksidir. C-də antonim var. Könül bir quşdur ki, sevmə cəsarət, daim çırpınır, istəyir hürriyyət. Əsarət və hürriyyət sözləri də bir-birinə əksdir. Hürriyyət azadlıq deməkdir, azadlığın da əksi əsarətdir. Ey gönüş kütlənin acısı, şərbəti, alovlu sənəti. Acı və şərbət kənardan bir-birlərinə antonimə oxşuyur. Fərqli məqam isə acının sifət, şərbətin isə isim olmasıdır. Demək ki, düzgün cavab E variantıdır. Növbəti suala baxaq. Cərgələrin birində K hərfi ardıcıl olaraq G səsini, xeştirik səsini və Y səsini ifadə etməlidir. Bu, eynən dimin test vəsaitində də var, test toplusunda da biz bunu görə bilərik. Demək ki, bu bizim üçün asandır. Cavab B variantıdır. Bitkiçilik sözündə K, G səsini, sondakı isə xeştirik səsini verəcək. Pişik otu sözündə isə özündən sonra sait gəldiyi üçün K-yə əvəzlənməsi baş verməlidir. Düzgün cavabımız B variantıdır. A-da keş və kar şəkilçisi eyni olduğu üçün A variantı elə ilk olaraq K səsini verir. Daha sonraki yenə başlayan sözdə K səsini verir deyə A variantını götürə bilmirik. Kar və keşdə eyni şəkilçi olduğu üçün C-də də yenə eyni problem var. Buradakı ətək sözü xeştirikdir. Digəri ərik ağacında isə bu Y səsidir. Tək fərq sənətkarın K deyil, C deyil, K səsini verməsi deyəcəyini götürmürük. Küskünlük sözündə isə çiçək ətrində burada Y səsini ifadə olunur. Burada xeştirikdir, amma əvvəldə K olsaydı, digər üçü yerində idi. Küskünlükdə bu G səsidir, bu xeştirik səsidir, bu Y-dir, amma ilk əvvəldəki K-ni göz ardı edə bilmərik. Öskürək otunda isə bu Y-dir, bu K olduğu kimi qalır və bu isə xeştirikdir. Daha doğrusu öskürək
otu formasında olmalıdır. Yəni heç bir uyğun gəlmir. Düzgün cavabımız B variantıdır. Ardıcıllığa da diqqət yetirməyimiz vacibdir bu tipli suallarda. Frazoloji birləşmələrdən biri aman vermək frazoloji birləşməsinin sinonimidir. Bu tipli sual da yenə buraxılışın dimin birinci hissə test toplusunda var və cavab B variantıdır. Növbəti suala baxaq. 36-cı sualda qeyd olunub ki, sual işarəsi yerinə yazıla biləcək sözü müəyyən edir. Qarşılığı olmayan samit yoxdur. Tullanmaq sözündə var. LMNR samitindən bir də H samitindən söhbət gedir ki, burada var. Tullanmaq sözündə L da var. Legioner sözündə yenə N var. Ona görə aynı D ola bilməz. Aynı D bu şərti ödəmədi. İki kal samit yanaşı işlənibdir. Başlıq sözünün tələffüz formasında başdıqdır. Yəni iki kal samit yanaşı yoxdur. Gözlükdə də gözlük formasında olacaq. Z-də də kal samit deyil. Demək ki, cavabımız C variantıdır. Baxaq görək hamısı uyğundurmu? Vaxtsız formasında olacaq. ST, FT tipli sözlərdə T hərfi düşür. Vaxtsız formasında tələffüz olunur. İki kal samit yanaşı gəlibmi? Bəli. X və S səsləri. Kal və cingiltili samitlərin sayı bərabərdir. Bəli, bu da bərabərdir. 2-nin 2-yədir. Ona görə də düzgün cavabımız C versiyasıdır. Homonimliyə malik sözlərin cərgəsini istəyir. Bəstə sözü boy və musiqi mənasında işlənə bilər. Qazanmaq və qazan məişət əşyası düzdür, amma sərin sözü amonim deyil. Əyan sözündə uzanmasına görə fərqləndiyi üçün biz bunu amonim saymırıq, çünki deyilişi artıq fərqli olur. Amma cır və çaş sözləri amonimdir. Düzgün cavabımız C variantıdır. Çalın bir rəng mənasında, bir də fe'l mənası var. Tala meşənin açıq sahəsi və talamaq mənasında. Kərə bir yağ növüdür. Bir də kərə dəfə mənasında işlənir. Bir kərə yüksələn bayraq bir daha enməz. D variantında diş sözü çox mənalıdır. E variantında da yon sözünün heç bir homonimliyi yoxdur. Amma uzanmaq və yarı sözünün homonimliyi var. Ona görə də cavabımız C variantıdır. 38. Biri məntiqi baxımdan sıranı tamamlamır. Təşəkküslü yekəxana sözündə lovğa, təkəbbürlü, dikbaşlı və foslu sinonimidir. İddialı sözün isə təşəkküslü və yekəxanaya heç bir aidiyyatı yoxdur. Tələffüz şəklində verilmiş sözlərin hansı müxtəlif leksik mənalı sözlər kimi düşünmək olmaz. Atasız sözünü iki cür yaza bilərik. Birinci versiyada atasınız, ikinci versiyada isə atasız formasında olacaq. Demək ki, iki fərqli cür yazılıb və hər ikisində də leksik məna fərqlidir. Dəriyə sözünü bir dərəyə, bir də dəri formasında işlənə bilər. Qazdı sözünü bir qazlı, bir də qazdır formasında olacaq. Bu qazdır, heyvan mənasında tələffüzü budur. Bu transkripsiya yanlış olubdur. Dadlı sözündə dadlı və daddır formasında olacaq. Amma C variantında heç nə olmaz. Uzanma da o sözün leksik mənası o halda dəyişədir ki, uzun tələffüz olunması üçün qoşanaqda olmalıdır. Burada heç nə yoxsa sadəcə bəzənmək feilinin olan bəzən sözü yazılıbdır. Cavab C versiyasıdır. Burada isə konkret olaraq sözün leksik mənasını sizdən istəyir və bunun üçün sizlərə bir proqram adı qeyd edəcəm. Əminəm ki, az leksiya hamınız bilirsiniz. Bu proqramı deməyəcəm təbii ki də. İkinci isə Sin.az saytı var ki, bu saytdan istifadə edə bilərsiniz. Burada həmin sözlərin sinonimi, antonimi də öz əksini tapır və bu sizlər üçün daha faydalı olacağını düşünürəm. Və bu sualın da cavabı evakuasiyadır. Hətta yazıcı Qaraqanın da bu adlı bir əsəri var. Oxuyursanız nə xoş olar. Test izahı bu qədər.